siyasetinə səs salmışdı. Bilirik ki, 20-ci əsrin əvvəllərində Heydər Əliyevin gördüyü işlər bütün dünyada və Azərbaycanda öz yerini tapmışdı. Müqəddəs bu yolda təkcə can atan ilahi qüvvədir Heydər Əliyev. Qılıncın qənimi, qələmin gülü, haqqın dərgahında uludur, ulu. Sevdiyi vətəndir, bir Allah yolu, sönməz, əbədidir Heydər Əliyev. Vətən, xalq yolunda canından keçən, həyatda mənalı bir ömür sürən, hər bir addımında uzağı görən, gözüdür xalqının Heydər Əliyev. Milletin adını yüksekte tutan, imzasın əbədi tarixə atan, düşdüyü bəladan qurtuluş tapan, düşünən beynidir Heydər Əliyev. Hakkın, ədaletin keşiği çəkən, siyasi meydanda liderlik eden, beynəlxalq aləmdə əz sözü keçən, danışan dilidir Heydər Əliyev. Bəşər tarixində yeri görünən, xalq ilə ağlayıb xalq ilə bilən, ulu öndəri tək xalqın döyünən, yanan ürəyidir Heydər Əliyev. Haqq sözü əsən deyir diliyle, sevgi vəsf edilməz xalqa gücüyle, dünyada hər yerdə görülə bilən, əlçatmaz zirvədir Heydər